Bugün kimlərsə uzun müddətdir gözlədiyi xəbərlə qarşılaşacaq, kimlərsə isə qarışıq görünən vəziyyətlərdə nəhayət aydınlıq tapacaq. Hər addımın önəm qazandığı, intuisiya və düzgün qərarların xüsusi rol oynadığı bir gündəyik. İndi isə gəlin görək, bugün ulduzlar sizin bürcünüzə nə vəd edir. Qoç bürcü. Bugün romantik münasibətlər sahəsində sizi xoş və ürəkaçan hadisələr gözləyə bilər. Sevdiyiniz insanla keçirdiyiniz vaxt sizə həm mənəvi rahatlıq, həm də xoş emosiyalar bəxş edəcək. Son dövrlərdə aranızda müəyyən fikir ayrılıqları yaradan mövzular varsa, bugün onları sakit və konstruktiv şəkildə müzakirə etmək üçün əlverişli şərait yaranacaq. Qarşılıqlı anlayış və güzəşt sayəsində münasibətləriniz daha da möhkəmlənə bilər. Bir-birinizi daha yaxşı anlamaq və gələcəklə bağlı planlar qurmaq üçün münasib zamandır. Subay qoçlar üçün də maraqlı hadisələr mümkündür. Yeni tanışlıqlar, gözlənilməz görüşlər və ya uzun müddətdir diqqətinizi çəkən bir insanla yaxınlaşmaq şansı yarana bilər. Ətrafınızdakı insanlar sizin enerjinizi və səmimiyyətinizi hiss edəcəklər. Bu səbəbdən diqqət mərkəzində olmaq və yeni insanlarla asan ünsiyyət qurmaq sizin üçün çətin olmayacaq. Lakin ulduzlar bir məqama xüsusi diqqət yetirməyi tövsiyə edir. Bugün emosiyalarınız həmişəkindən daha güclü ola bilər. Kiminsə davranışı, dediyi söz və ya göstərdiyi diqqət sizi dərindən təsirləndirə bilər. Bəzən isə hissləriniz reallıqdan çox təsəvvürlərinizə əsaslana bilər. Qarşınızdakı insanı olduğu kimi deyil, görmək istədiyiniz kimi qəbul etmək riski mövcuddur. Buna görə də yeni münasibətlərdə və ya vacib emosional qərarlarda tələsmək məsləhət görülmür. Bugün qəlbinizin səsinə qulaq asmaq vacib olsa da, məntiqinizi də kənara qoymayın. Hissləriniz nə qədər güclü olsa belə, hər şeyi zamanın süzgəcindən keçirmək daha doğru olacaq. Əgər yeni bir insan həyatınıza daxil olursa, onu daha yaxından tanımağa çalışın. Tələsik nəticələr çıxarmaq və ya böyük ümidlər qurmaq əvəzinə, hadisələrin təbii axarında inkişaf etməsinə imkan verin. Münasibətdə olan qoçlar üçün isə gün sevgi, anlayış və emosional yaxınlıq gətirə bilər. Səmimi söhbətlər, birlikdə keçirilən xoş anlar və qarşılıqlı dəstək münasibətlərinizi daha da gücləndirəcək. Günün sonunda sevgi ilə bağlı mövzularda özünüzü daha xoşbəxt və daha əmin hiss edə bilərsiniz. Ulduzlar sizə hisslərinizi qorumağı, amma qərarlarınızı emosiyaların deyil, həm də sağlam düşüncənin işığında verməyi tövsiyə edir. Buğa bürcü. Bugün sizin üçün son zamanların ən uğurlu və məhsuldar günlərindən biri ola bilər. Hadisələrin gedişi gözlədiyinizdən daha müsbət istiqamətdə inkişaf edə bilər və bir çox məsələdə özünüzü şanslı hiss edəcəksiniz. Ulduzlar sizə dəstək verir və bu dəstəkdən maksimum istifadə etmək üçün fəal olmaq vacibdir. Əgər uzun müddətdir həyata keçirmək istədiyiniz bir planınız varsa və ya sizi narahat edən bir suala cavab axtarırsınızsa, məhz bugün həmin istiqamətdə addım atmaq üçün əlverişli zamandır. Günün ən maraqlı tərəflərindən biri odur ki, hadisələr sanki sizin xeyrinizə uyğunlaşacaq. Bir çox hallarda doğru zamanda doğru yerdə ola bilərsiniz. Gözlənilməz görüşlər, faydalı tanışlıqlar və təsadüf kimi görünən hadisələr sonradan sizin üçün böyük əhəmiyyət daşıya bilər. Bugün qarşınıza çıxan insanlar gələcəkdə sizə dəstək verə, yeni imkanlar aça və ya vacib bir məsələdə yol göstərə bilərlər. Buna görə də ünsiyyətdən qaçmayın və yeni tanışlıqlara açıq olun. İş və maliyyə sahəsində də uğurlu enerjilər hiss olunur. Qarşınıza çıxan məsələləri həll etmək düşündüyünüzdən daha asan ola bilər. Düzgün qərarlar vermək qabiliyyətiniz güclənəcək və qeyri-müəyyən vəziyyətlərdə belə doğru yolu seçə biləcəksiniz. Bugün intuisiya və məntiq bir-birini tamamlayacaq. Məhz buna görə də vacib seçimlərdə özünüzə güvənməkdən çəkinməyin. Şəxsi münasibətlərdə isə günün ikinci yarısı xüsusilə xoş hadisələr vəd edir. Axşam saatları romantik görüşlər, səmimi söhbətlər və emosional yaxınlaşmalar üçün çox əlverişlidir. Münasibətdə olan buğalar sevdikləri insanla birlikdə unudulmaz anlar yaşaya bilərlər. Bu görüş adi bir görüşdən daha fərqli və daha təsirli ola bilər. Gözlənilməz sürprizlər, maraqlı söhbətlər və xüsusi diqqət münasibətlərinizə yeni rəng qata bilər. Subay buğalar üçün də sevgi sahəsində maraqlı imkanlar görünür. Yeni tanışlıq, gözlənilməz görüş və ya uzun müddətdir diqqətinizi çəkən bir insanla yaxınlaşmaq şansı yarana bilər. Bugün sizin təbii cazibəniz və səmimiyyətiniz diqqətdən kənarda qalmayacaq.
İnsanlar sizinlə ünsiyyət qurmaqdan zövq alacaq və bu da yeni münasibətlərin başlanğıcı üçün əlverişli şərait yarada bilər. Hətta sevdiyiniz insanla evdə sakit vaxt keçirməyi seçsəniz belə gün sizə xoş emosiyalar bəxş edəcək. Bəzən ən sadə anlar belə ən dəyərli xatirələrə çevrilə bilər. Bu gün məhz belə anlardan biri ola bilər. Birlikdə edilən səmimi söhbətlər, paylaşılmış hisslər və qarşılıqlı anlayış münasibətlərinizi daha da möhkəmləndirəcək. Ümumilikdə bugün Boğa bürcü üçün şans, uğur və müsbət emosiyalarla zəngin görünür. Ulduzlar göstərir ki, qarşınıza çıxan imkanları qiymətləndirsəniz, həm iş həyatında, həm də şəxsi münasibətlərdə sevindirici nəticələr əldə edə bilərsiniz. Günün enerjisindən maksimum faydalanmağa çalışın, çünki bəzi fürsətlər məhz bugün sizin qapınızı döyə bilər. Əkizlər bürcü. Bugün sizin üçün sakit və adi günlərdən biri olmayacaq. Əksinə, hadisələrin mərkəzində olacağınız, daim hərəkətdə qalacağınız və bir çox maraqlı proseslərin içində yer alacağınız bir gündür. Gün ərzində gözlənilməz dəyişikliklər baş verə bilər və əvvəlcədən qurduğunuz planların bəzilərini yenidən nəzərdən keçirməli ola bilərsiniz. Lakin bu vəziyyət sizi narahat etməyəcək. Əksinə, dəyişikliklərə tez uyğunlaşmaq bacarığınız və çevik düşüncəniz sayəsində yeni şəraitə asanlıqla uyğunlaşacaqsınız. Bugün yaradıcı potensialınız xüsusilə yüksək olacaq. Qarşılaşdığınız problemlərə başqalarının görmədiyi bucaqdan baxa biləcək, qeyri-standart həll yolları tapa biləcəksiniz. Bir çox insanın çıxılmaz hesab etdiyi vəziyyətlərdə siz maraqlı və effektiv çıxış yolu taparaq həm özünüzü, həm də ətrafınızdakiları təəccübləndirə bilərsiniz. İş, təhsil və ya şəxsi layihələrlə bağlı məsələlərdə yeni ideyalarınız diqqət çəkəcək. Buna görə də ağlınıza gələn fikirləri kiçik hesab edib kənara qoymayın. Günün ən uğurlu tərəflərindən biri də ünsiyyət olacaq. Yeni insanlarla tanış olmaq, maraqlı söhbətlər aparmaq və fərqli baxış bucaqları ilə qarşılaşmaq üçün əlverişli zamandır. İlk dəfə görüşəcəyiniz insanlar sizdə xoş təəssürat yarada bilər və bəzi tanışlıqlar gələcəkdə mühüm əhəmiyyət daşıya bilər. İnsanlar sizin enerjinizə, ünsiyyət qabiliyyətinizə və maraqlı fikirlərinizə heyran qalacaqlar. Bu səbəbdən sosial aktivlikdən çəkinməyin. Ancaq maraqlıdır ki, bugün yeni insanlarla ünsiyyət qurmaq yaxınlarınızla anlaşmaqdan daha asan görünə bilər. Ailə üzvləri, dostlar və ya uzun müddətdir tanıdığınız insanlarla münasibətlərdə bəzi həssas məqamlar üzə çıxa bilər. Keçmişdə həll olunmamış fikir ayrılıqları yenidən gündəmə gələ bilər. Hətta çoxdan unudulduğunu düşündüyünüz bəzi incikliklər də xatırlana bilər. Belə məqamlarda emosional reaksiya vermək əvəzinə sakit qalmaq və vəziyyəti böyütməmək vacibdir. Ulduzlar bugün sizə diplomatik davranmağı tövsiyə edir. Qarşı tərəfin sözlərinə dərhal cavab vermək əvəzinə əvvəlcə onu dinləməyə çalışın. Bəzən bir neçə yumşaq söz və anlayışlı münasibət böyük mübahisələrin qarşısını ala bilər. Xüsusilə ailə daxilində və yaxın münasibətlərdə səbir göstərmək günün sonunda münasibətləri qorumağa kömək edəcək. Bugün intuisiya da sizin ən güclü silahlarınızdan biri olacaq. Daxili səsiniz sizə hansı insanlara etibar etməli olduğunuzu, hansı mövzularda ehtiyatlı davranmalı olduğunuzu və necə hərəkət etməli olduğunuzu göstərə bilər. Əgər çətin bir söhbət və ya vacib bir qərar qarşısındasınızsa, təkcə məntiqə deyil, hisslərinizə də diqqət yetirin. İntuisiyanız sizi yanıltmayacaq. Sevgi həyatında isə maraqlı enerjilər hiss olunur. Münasibətdə olan əkizlər üçün emosional söhbətlər və qarşılıqlı anlaşma ön plana çıxacaq. Bəzi köhnə məsələləri həll etmək və münasibətləri daha sağlam mərhələyə keçirmək mümkündür. Subay əkizlər isə yeni tanışlıqlar vasitəsilə maraqlı emosiyalar yaşaya bilərlər. Lakin insanları tanımağa vaxt ayırmaq və ilk təəssüratlarla kifayətlənməmək daha doğru olacaq. Ümumilikdə bugün sizin üçün hərəkətli, maraqlı və hadisələrlə zəngin bir gündür. Qarşınıza çıxan dəyişikliklərdən qorxmayın, çünki onlar sizə yeni imkanlar qazandıra bilər. Yaradıcılığınız, çevik düşüncəniz və güclü intuisiyanız sayəsində həm çətinliklərin öhdəsindən gələcək, həm də günün sizə təqdim etdiyi fürsətləri düzgün qiymətləndirə biləcəksiniz. Bugünün əsas mesajı budur, dəyişikliklərdən çəkinməyin, çünki uğur məhz onların içində gizlənə bilər. Xərçəng bürcü. Bugün sizin üçün yeniliklər, fərqli yanaşmalar və gözlənilməz uğurlar günü ola bilər. Son vaxtlar üzərində düşündüyünüz, lakin ənənəvi üsullarla həll edə bilmədiyiniz məsələlərdə nəhayət ki irəliləyiş əldə etmək şansınız yaranacaq.
Ulduzlar göstərir ki, bugün standart düşüncə tərzindən uzaqlaşmaq və hadisələrə fərqli prizmadan baxmaq sizə böyük üstünlük qazandıracaq. İlk baxışdan qeyri-adi görünən ideya və ya qərar sonradan ən düzgün seçimə çevrilə bilər. Bugün yaradıcılıq qabiliyyətiniz xüsusilə güclü olacaq. Qarşınıza çıxan problemləri adi yollarla deyil, daha maraqlı və effektiv üsullarla həll etməyə çalışacaqsınız. Məhz bu yanaşma sizi uğura aparacaq. Əgər uzun müddətdir nəticə verməyən bir iş üzərində çalışırsınızsa, bugün gözlənilmədən ağlınıza gələn fikir vəziyyəti tamamilə dəyişə bilər. Həyatınızda müəyyən yeniliklər etmək, gündəlik rutini dəyişmək və sizi narahat edən bəzi məqamları yaxşılaşdırmaq üçün əlverişli zamandır. İş və şəxsi planlarla bağlı da müsbət dəyişikliklər mümkündür. Bugün yalnız özünüz üçün deyil, ətrafınızdakı insanlar üçün də faydalı işlər görə bilərsiniz. Ailə üzvləri, dostlar və yaxınlarınız sizin dəstəyinizi və köməyinizi yüksək qiymətləndirəcəklər. Bəzi hallarda sizin kiçik bir təşəbbüsünüz belə başqalarının həyatında böyük müsbət dəyişiklik yarada bilər. Bu səbəbdən gün ərzində qarşınıza çıxan imkanlardan yararlanmağa çalışın. Maddi məsələlərdə də maraqlı fürsətlər yarana bilər. Yeni ideyalar gələcəkdə əlavə qazanc mənbəyinə çevrilə bilər. Lakin maliyyə qərarlarında yenə də diqqətli olmaq vacibdir. Riskli addımlar atmaq əvəzinə mövcud imkanları düzgün analiz etmək daha faydalı olacaq. Bugün ağlınıza gələn planlar gələcək üçün yaxşı təməl yarada bilər. Sevgi və şəxsi münasibətlər sahəsində isə bir qədər diqqətli olmaq tövsiyə olunur. Sevdiyiniz insan və ya yaxın dostunuzla ünsiyyətdə bəzi həssas məqamlar yarana bilər. Adətən sizə dəstək olan bir insanın bugün gözlədiyiniz kimi davranmaması sizi təəccübləndirə bilər. Onun hansısa məsələdə sizə güzəştə getməməsi və ya fərqli mövqe sərgiləməsi narahatlıq yarada bilər. Lakin dərhal mənfi nəticələr çıxarmağa tələsməyin. Ulduzlar göstərir ki, bu cür vəziyyətlərin əksəriyyəti ciddi problemlərlə deyil, sadəcə anlaşılmazlıqlarla bağlı olacaq. Ola bilər ki, qarşı tərəf də öz problemləri ilə məşğuldur və buna görə istədiyiniz dəstəyi verə bilmir. Bu səbəbdən emosional reaksiya vermək əvəzinə səbəbləri sakit şəkildə öyrənməyə çalışın. Açıq və səmimi söhbət bir çox suallara aydınlıq gətirə bilər. Subay xərçənglər üçün isə maraqlı tanışlıqlar mümkündür. Bugün qeyri-adi şəraitdə tanış olduğunuz bir insan diqqətinizi cəlb edə bilər. Münasibətlərin necə inkişaf edəcəyini zaman göstərəcək, lakin ilk təəssüratlar kifayət qədər müsbət ola bilər. Günün sonunda başa düşəcəksiniz ki, bugünün əsas mövzusu dəyişiklik və yenilənmədir. Həm düşüncə tərzinizdə, həm də gündəlik həyatınızda kiçik dəyişikliklər böyük nəticələr verə bilər. Ulduzlar sizə cəsarətli olmağı, yeni üsulları sınamağı və yaxın insanlarla münasibətlərdə anlayış göstərməyi tövsiyə edir. Bu yanaşma sayəsində gün həm uğurlu, həm də yadda qalan keçəcək. Şir bürcü. Bugün sizin üçün emosional baxımdan iki fərqli hissəyə bölünə bilər. Günün ilk yarısında ünsiyyətdə müəyyən gərginliklər və anlaşılmazlıqlar yaşanması mümkündür. Xüsusilə ailə üzvləri, yaxın dostlar və ya daim əlaqədə olduğunuz insanlarla söhbətlər zamanı bəzi narahat edici məqamlar ortaya çıxa bilər. Ünvanınıza səslənən tənqidlər və ya iradlar ilk anda xoşunuza gəlməyə bilər. Lakin hadisələrə sakit yanaşsanız, sonradan həmin sözlərin müəyyən qədər həqiqəti əks etdirdiyini başa düşə bilərsiniz. Bugün qürur hissinizə toxunan məqamlar ola bilər. Adətən öz mövqeyini qətiyyətlə müdafiə edən şirlər üçün başqalarının iradlarını qəbul etmək asan olmur. Ancaq ulduzlar məhz bugün sizə bir qədər obyektiv olmağı tövsiyə edir. Əgər kimsə sizə hansısa səhvinizi göstərirsə, bunu hücum kimi deyil, faydalı məsləhət kimi qəbul etməyə çalışın. Belə yanaşma həm münasibətləri qorumağa, həm də özünüzü inkişaf etdirməyə kömək edəcək. İş və gündəlik fəaliyyətlərdə səhər saatlarında bəzi gecikmələr və ya plan pozuntuları mümkündür. Bəzi məsələlər gözlədiyiniz sürətlə həll olunmaya bilər. Lakin bu vəziyyət uzun çəkməyəcək. Gün irəlilədikcə hadisələr daha müsbət istiqamət almağa başlayacaq və siz özünüzü daha rahat hiss edəcəksiniz. Günün ikinci yarısı isə xeyli uğurlu və ümidverici görünür. Son vaxtlar sizi narahat edən bəzi məişət problemlərinin həll olunması ehtimalı yüksəkdir. Uzun müddətdir diqqətinizi çəkən və enerji alan məsələlərin yoluna düşməsi sizə böyük rahatlıq gətirəcək. Bu da əhvalınızın yaxşılaşmasına və gələcəyə daha nikbin baxmağınıza səbəb olacaq.
Bugün yaradıcı düşüncəniz də güclənəcək. Ağlınıza maraqlı və perspektivli ideyalar gələ bilər. Hətta həmin planları həyata keçirmək barədə düşünmək belə sizə motivasiya və enerji verəcək. Yeni layihələr, şəxsi məqsədlər və ya uzunmüddətli planlarla bağlı maraqlı fikirlər formalaşa bilər. Bu ideyaları qeyd etmək və üzərində düşünmək faydalı olacaq, çünki onların arasında gələcək uğurunuzun açarı gizlənə bilər. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər gözlənilir. Günün ikinci yarısında sizin üçün dəyərli olan bir insanla bağlı sevindirici xəbər ala bilərsiniz. Bu xəbər sizi həm emosional olaraq rahatlaşdıracaq, həm də sevindirəcək. Ailə daxilində və ya yaxın çevrənizdə baş verən müsbət hadisə günün ən xoş məqamlarından birinə çevrilə bilər. Sevgi həyatında isə vəziyyət daha balanslı olacaq. Münasibətdə olan şirlər üçün günün ikinci yarısı səmimi söhbətlər və qarşılıqlı anlaşma üçün əlverişlidir. Günün əvvəlində yaranan gərginliklər varsa, onları aradan qaldırmaq mümkün olacaq. Subay şirlər üçün isə maraqlı ünsiyyətlər və xoş tanışlıqlar istisna edilmir. Ümumilikdə günün başlanğıcı sizi bir qədər sınağa çəkə bilər, lakin günün davamı daha uğurlu və sevindirici olacaq. Ulduzlar göstərir ki, bugünün əsas dərsi tənqidlərdən düzgün nəticə çıxarmaq, problemləri sakit şəkildə həll etmək və gələcəyə nikbin baxmaqdır. Günün sonunda özünüzü səhərki halınızdan daha rahat, daha motivasiyalı və daha xoşbəxt hiss edə bilərsiniz. Qız bürcü. Bugün sizin üçün uğurlu, sevindirici və yeni imkanlarla zəngin bir gün olacaq. Son zamanlar səbirsizliklə gözlədiyiniz bəzi xəbərlər nəhayət ki, sizə çata bilər və bu xəbərlər əhvalınızı xeyli yüksəldəcək. Uzun müddətdir qeyri-müəyyən qalan məsələlərə aydınlıq gəlməsi, cavab gözlədiyiniz sualların qarşılığını almağınız və ya sizi narahat edən bir mövzunun həll olunması mümkündür. Gün ərzində baş verən hadisələr sizə gələcəyə daha nikbin baxmaq üçün əlavə səbəblər verəcək. Bugünün ən mühüm üstünlüklərindən biri odur ki, əvvəllər çox çətin görünən işlər gözlədiyinizdən daha asan həll oluna bilər. Uzun müddətdir üzərində düşündüyünüz, lakin müxtəlif səbəblərdən irəliləyə bilmədiyiniz məsələlərdə nəhayət hərəkətə keçmək imkanı yaranacaq. Maraqlıdır ki, bunun üçün böyük güc sərf etməyinizə ehtiyac qalmayacaq. Hadisələr sanki sizin xeyrinizə inkişaf edəcək və lazımi imkanlar bir-bir ortaya çıxacaq. Əvvəllər vaxtsız və ya həddindən artıq mürəkkəb hesab etdiyiniz bir ideya yenidən gündəmə gələ bilər. Bu dəfə isə vəziyyət tam fərqli olacaq. İndi haradan başlamalı olduğunuzu, hansı addımları atmalı olduğunuzu və kimlərin dəstəyinə ehtiyacınız olduğunu daha yaxşı anlayacaqsınız. Bu da sizə öz planlarınızı daha inamla həyata keçirməyə kömək edəcək. Uzunmüddətli məqsədlərlə bağlı mühüm qərarlar vermək üçün əlverişli gündür. Dostlar və köhnə tanışlarla münasibətlər xüsusilə uğurlu görünür. Əgər planlarınızı və məqsədlərinizi onlarla bölüşsəniz, gözlədiyinizdən daha çox dəstək ala bilərsiniz. Bəzi insanlar sizə vacib məlumat verə, lazımi əlaqələr təqdim edə və ya çatışmayan resursları əldə etməyinizə kömək edə bilərlər. Bugün ətrafınızdakı insanların xoş niyyəti və dəstəyi sizin üçün böyük üstünlük yaradacaq. İş və maliyyə sahəsində də müsbət tendensiyalar müşahidə olunur. Yeni imkanlar, faydalı əməkdaşlıqlar və gələcək qazanc gətirə biləcək ideyalar diqqətinizi çəkə bilər. Xüsusilə əvvəllər yarımçıq qalmış layihələri yenidən aktivləşdirmək üçün münasib zamandır. Ulduzlar göstərir ki, bugün atılan addımlar yaxın gələcəkdə yaxşı nəticələr verə bilər. Şəxsi münasibətlər və sevgi həyatında da xoş hadisələr gözlənilir. Bəzi qızlar uzun müddətdir rəğbət bəslədikləri insanla daha yaxın ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Həmçinin yeni tanışlıqlar da mümkündür. İlk baxışdan sizdə müsbət təəssürat yaradan bir insan həyatınıza daxil ola bilər. Bu tanışlıq gələcəkdə maraqlı və dəyərli münasibətə çevrilə bilər. Münasibətdə olan qızlar üçün isə gün qarşılıqlı anlayış, səmimiyyət və xoş emosiyalar gətirəcək. Birlikdə keçirilən vaxt münasibətləri daha da möhkəmləndirə bilər. Ailə daxilində də müsbət atmosfer hiss olunacaq. Ailə tədbirləri, görüşlər və qohumlarla ünsiyyət gözlədiyinizdən daha xoş keçəcək. Uzun müddətdir görüşmədiyiniz insanlarla bir araya gəlmək və xoş xatirələr paylaşmaq mümkündür. Ümumilikdə bugün qız bürcü üçün şanslı və məhsuldar günlərdən biridir. Xoş xəbərlər, faydalı görüşlər, yeni imkanlar və dəstək görmək ehtimalı yüksəkdir. Ulduzlar sizə planlarınızı gizlətməməyi, etibar etdiyiniz insanlarla bölüşməyi və qarşınıza çıxan imkanlardan istifadə etməyi tövsiyə edir.
Bugün attığınız addımlar gələcək uğurlarınızın əsasını qoya bilər. Tərəzi bürcü. Bugün sizin üçün uğurun əsas açarı səbir və düzgün yanaşma olacaq. Hadisələr istədiyiniz sürətlə inkişaf etməsə də tələsmədən və ardıcıl hərəkət etsəniz, bir çox məsələdə yaxşı nəticələr əldə edə biləcəksiniz. Özünüzdən həddindən artıq şey tələb etməməyə çalışın. Xüsusilə yeni başladığınız işlərdə hər şeyin dərhal mükəmməl alınmasını gözləmək əvəzinə addım-addım irəliləmək daha doğru olacaq. Ulduzlar sizin tərəfinizdədir və sizi dəstəkləyir, lakin bəzi kiçik maneələrdən keçmədən uğura çatmaq mümkün olmayacaq. Bugün yaradıcı düşüncə tərziniz sizə böyük üstünlük qazandıra bilər. Qarşınıza çıxan çətinlikləri hamının istifadə etdiyi üsullarla həll etməyə çalışmaq əvəzinə fərqli və orijinal yanaşmalar seçsəniz, nəticələr daha uğurlu olacaq. Fantaziyanız və qeyri-standart düşünmək bacarığınız sizi bir çox insanın görə bilmədiyi imkanlara yönəldə bilər. Bəzən ən düzgün yol başqalarının seçdiyi deyil, sizin özünüz üçün yaratdığınız yol olacaq. İş və gündəlik fəaliyyətlərdə tələskənlikdən uzaq durmaq vacibdir. Əgər hansısa məsələ gözlədiyinizdən daha mürəkkəb görünürsə, ruhdan düşməyin. Bugün səbirli davranan tərəzilər sonda daha böyük nəticələr əldə edəcəklər. Hər addımı diqqətlə planlaşdırmaq və hadisələrin təbii axarına uyğun hərəkət etmək sizə əlavə üstünlüklər qazandıracaq. Şəxsi münasibətlər sahəsində isə gün xüsusilə maraqlı və emosional görünür. Sizin üçün çoxdan dəyərli olan bir insanla aparacağınız söhbət həmin şəxsə tamamilə fərqli gözlə baxmağınıza səbəb ola bilər. Ola bilsin ki, onun xarakterində və ya hisslərində əvvəllər diqqət etmədiyiniz məqamları görəcəksiniz. Bu isə münasibətlərin yeni mərhələyə keçməsinə şərait yarada bilər. Romantik münasibətlərdə gözlənilməz hadisələr mümkündür. Planlaşdırdığınız görüş əvvəlcədən düşündüyünüz kimi keçməyə bilər. Lakin maraqlıdır ki, məhz bu dəyişiklik həmin görüşü daha yadda qalan və xüsusi edəcək. Bəzən plansız baş verən hadisələr ən gözəl xatirələrə çevrilir və bugün də belə bir enerji hiss olunur. Subay tərəzilər üçün isə gün yeni tanışlıqlar baxımından olduqca uğurludur. Qarşınıza çıxan insanlar sizə qarşı maraq göstərə və sizinlə ünsiyyət qurmaqdan zövq ala bilərlər. Bugün xüsusi olaraq kimisə təsirləndirməyə çalışmaq lazım olmayacaq. Əksinə, özünüz kimi olmaq və səmimi davranmaq ən güclü silahınız olacaq. İnsanlar sizin təbiiliyinizə və mehribanlığınıza daha çox diqqət yetirəcəklər. Ailə və dostluq münasibətlərində də müsbət enerji hiss olunur. Yaxınlarınızla keçirilən vaxt sizə xoş emosiyalar bəxş edəcək. Səmimi söhbətlər və qarşılıqlı anlayış münasibətləri daha da möhkəmləndirə bilər. Əgər son zamanlar müəyyən məsafə yaranıbsa, bugün həmin məsafəni aradan qaldırmaq üçün uyğun şərait yarana bilər. Ümumilikdə bugün tərəzi bürcü üçün səbir, yaradıcılıq və səmimiyyət günü olacaq. Ulduzlar göstərir ki, öz yolunuzu seçməkdən qorxmasanız və hadisələrə açıq ürəklə yanaşsanız, həm iş həyatında, həm də şəxsi münasibətlərdə xoş sürprizlərlə qarşılaşa bilərsiniz. Günün sonunda isə başa düşəcəksiniz ki, bəzən ən gözəl nəticələr planlaşdırılmayan hadisələrdən yaranır. Əqrəb bürcü. Bugün həyatınızda böyük dönüşlər və ya möhtəşəm qələbələr vəd etməsə də kifayət qədər rahat, xoş və faydalı keçəcək. Son günlərdə üzərinizdə yığılan yorğunluğu hiss edirsinizsə, bugün bir qədər nəfəs almaq və daxili tarazlığınızı bərpa etmək imkanı əldə edə bilərsiniz. Daim hərəkətdə olmaq və problemlərlə mübarizə aparmaq əvəzinə hadisələrə kənardan baxmaq, düşünmək və gələcək addımlarınızı planlaşdırmaq üçün əlverişli zamandır. Uzun müddətdir diqqət ayıra bilmədiyiniz işlərə qayıtmaq üçün də yaxşı gündür. Tələsmədən, sakit şəkildə yarımçıq qalan məsələləri tamamlaya bilərsiniz. Əvvəllər mürəkkəb görünən bəzi problemlər bugün gözlənilmədən sadə həll yolu tapa bilər. Bəzən kiçik bir təsadüf və ya vaxtında eşidilən bir fikir sizi uzun müddətdir düşündürən sualın cavabına yaxınlaşdıra bilər. Bugün şansın da müəyyən qədər sizin tərəfinizdə olması mümkündür. Gözlənilməz hadisələr və uğurlu təsadüflər sayəsində faydalı imkanlarla qarşılaşa bilərsiniz. Xüsusilə uzun müddətdir həll edə bilmədiyiniz bir məsələdə irəliləyiş əldə etmək ehtimalı yüksəkdir. Bəzi əqrəblər isə işlərində və ya şəxsi planlarında onlara kömək edə biləcək etibarlı insanlarla tanış ola bilərlər. Belə bir dəstək gələcəkdə sizin üçün çox dəyərli ola bilər. İş və maliyyə sahəsində gün daha çox hazırlıq və planlaşdırma xarakteri daşıyır.
Böyük addımlar atmaqdan çox mövcud vəziyyəti təhlil etmək və gələcək planları dəqiqləşdirmək daha faydalı olacaq. Bugün əldə etdiyiniz məlumatlar və qurduğunuz əlaqələr yaxın günlərdə sizə ciddi üstünlüklər qazandıra bilər. Köhnə tanışlarla görüşlər isə günün ən xoş hissələrindən biri olacaq. Uzun müddətdir əlaqənizin olmadığı insanlar yenidən həyatınızda görünə bilər. Uşaqlıq və ya gənclik dostlarınızdan birinin sizə xəbər göndərməsi, zəng etməsi və ya görüş təklif etməsi mümkündür. Bu görüşlər sizə nostalji hisslər yaşatmaqla yanaşı, yeni imkanlar da aça bilər. Belə söhbətlər yalnız xoş xatirələrlə məhdudlaşmayacaq. Vacib xəbərlər eşitmək, maraqlı təkliflər almaq və ya uzun müddətdir ehtiyac duyduğunuz bir dəstəyi görmək ehtimalı yüksəkdir. Bəzən keçmişdən gələn insanlar gələcəyiniz üçün mühüm rol oynaya bilər və bugün məhz belə bir enerji hiss olunur. Sevgi və şəxsi münasibətlər sahəsində də sakit və harmonik atmosfer müşahidə olunur. Münasibətdə olan əqrəblər üçün qarşılıqlı anlayış və rahat ünsiyyət ön plana çıxacaq. Birlikdə keçirilən sadə vaxt belə münasibətlərə müsbət təsir göstərə bilər. Subay əqrəblər üçün isə yeni romantik hadisələrdən daha çox mövcud əlaqələri möhkəmləndirmək və insanları daha yaxından tanımaq önəmli olacaq. Ailə daxilində də müsbət enerji hiss ediləcək. Yaxınlarınızla söhbətlər sizə mənəvi rahatlıq gətirə bilər. Son günlər sizi narahat edən bəzi məsələləri ailə üzvləri ilə bölüşmək və onların məsləhətlərini dinləmək faydalı olacaq. Ümumilikdə bugün əqrəb bürcü üçün sakit, balanslı və faydalı günlərdən biridir. Ulduzlar sizə tələsməməyi, həyatın ritmini bir qədər yavaşlatmağı və diqqətinizi həm özünüzə, həm də sizin üçün dəyərli olan insanlara yönəltməyi tövsiyə edir. Günün sonunda həm mənəvi rahatlıq, həm də gələcəklə bağlı yeni ümidlər qazana bilərsiniz. Oxatan bürcü. Bugün sizin üçün hadisələrlə dolu, hərəkətli və müəyyən qədər gərgin keçə bilər. Eyni anda bir neçə məsələ diqqətinizi tələb edəcək və hansı işdən başlayacağınızı müəyyənləşdirmək çətin görünə bilər. Günün əsas uğuru prioritetləri düzgün seçməkdən asılı olacaq. Hər şeyi birdən etməyə çalışsanız, həm yorula, həm də vacib detalları gözdən qaçıra bilərsiniz. Buna görə əvvəlcə ən vacib məsələləri müəyyənləşdirin, digər işləri isə uyğun vaxta saxlayın. Ulduzlar bugün daha çox öz gücünüzə arxalanmağı tövsiyə edir. Ətrafınızdakı insanların məsləhətləri yaxşı niyyətli olsa belə, onların fikirləri sizi çaşdıra bilər. Həmçinin gözlədiyiniz kömək və dəstək düşündüyünüz qədər tez gəlməyə bilər. Bu səbəbdən qərar verərkən öz təcrübənizə, məntiqinizə və daxili hisslərinizə güvənmək daha doğru olacaq. İş və gündəlik fəaliyyətlərdə planlı davranmaq xüsusilə vacibdir. Qarşınıza çıxan hər yeni tapşırığı dərhal həll etməyə çalışmaq əvəzinə, onları mərhələli şəkildə yerinə yetirmək daha səmərəli nəticə verəcək. Bugün sakit və sistemli hərəkət edən oxatanlar həm vaxtlarına qənaət edəcək, həm də əlavə stressdən uzaq qalacaqlar. Maliyyə məsələlərində də ehtiyatlı olmaq məsləhətdir. Emosional qərarlar vermək, tələsik alış-veriş etmək və ya riskli addımlar atmaq üçün uyğun gün deyil. Xərcləri planlaşdırmaq və vacib olmayan alışları təxirə salmaq daha faydalı olacaq. Günün sonunda ağıllı davranışınız sayəsində lazımsız itkilərdən qaça bilərsiniz. Şəxsi münasibətlərdə isə emosional balansı qorumaq əsas məsələ olacaq. Əhvalınız gün ərzində bir neçə dəfə dəyişə bilər və xüsusilə axşam saatlarında həssaslığınız arta bilər. Adətən diqqət etmədiyiniz xırda məqamlar belə sizi qıcıqlandıra bilər. Lakin həmin hisslərin təsiri ilə danışmaq və ya qərar vermək münasibətlərdə gərginlik yarada bilər. Ulduzlar sizə kiçik narazılıqları böyük mübahisəyə çevirməməyi tövsiyə edir. Yaxınlarınızla ünsiyyətdə daha səbirli olmaq vacibdir. Hamının sizin kimi düşünməsini və ya bütün suallara dərhal cavab verməsini gözləməyin. İnsanlara düşünmək və öz fikirlərini formalaşdırmaq üçün vaxt vermək münasibətləri daha rahat və harmonik edəcək. Bugün tələsmədən aparılan söhbətlər və anlayışlı yanaşma bir çox fikir ayrılığını aradan qaldıra bilər. Sevgi həyatında da emosional tarazlıq ön plandadır. Münasibətdə olan oxatanlar üçün kiçik anlaşılmazlıqları böyütməmək və qarşı tərəfin mövqeyini dinləmək vacibdir. Subay oxatanlar isə yeni tanışlıqlarda tələsməməli və insanları daha yaxından tanımağa çalışmalıdırlar. İlk təəssüratlar maraqlı olsa da, hər şeyi zamana buraxmaq daha düzgün olacaq. Günün ümumi mənzərəsi göstərir ki, bugün sizi əsasən təşkilatçılıq və emosional nəzarət sınayacaq.
Prioritetləri düzgün seçsəniz, səbirli davransanız və hər şeyi birdən həll etməyə çalışmasanız, günün sonunda özünüzü daha rahat və uğurlu hiss edəcəksiniz. Ulduzlar göstərir ki, sakitlik və düşünülmüş addımlar bugün sizin ən böyük üstünlüyünüz olacaq. Oğlaq bürcü. Bugün sizin üçün məhsuldar, faydalı və nəticə gətirən günlərdən biri olacaq. Son vaxtlar qarışıq vəziyyətdə qalan məsələləri qaydaya salmaq, yarımçıq işləri tamamlamaq və uzun müddətdir diqqətinizi tələb edən problemləri həll etmək imkanı əldə edəcəksiniz. Ətrafınızdakı insanlar bəzi vəziyyətlərdə tərəddüd və qeyri-müəyyənlik yaşadıkları halda siz hadisələrə daha məntiqli və obyektiv yanaşaraq düzgün qərarı daha tez tapa biləcəksiniz. Bugün sizin ən böyük üstünlüyünüz sağlam düşüncəniz və praktik yanaşmanız olacaq. Hər hansı məsələyə yalnız bir tərəfdən deyil, bütöv şəkildə baxmaq bacarığınız sizə uğur qazandıracaq. İnsanların çaşqın qaldığı mövzularda siz vəziyyətin mahiyyətini daha tez anlayacaq və ən sərfəli yolu müəyyənləşdirəcəksiniz. Bu xüsusiyyətiniz həm iş həyatında, həm də şəxsi məsələlərdə sizə ciddi üstünlük verəcək. İş və karyera sahəsində uğurlu nəticələr əldə etmək mümkündür. Xüsusilə planlaşdırma, təşkilatçılıq və məsuliyyət tələb edən işlərdə özünüzü ən yaxşı tərəfdən göstərə biləcəksiniz. Uzun müddətdir həllini gözləyən məsələlərin yoluna düşməsi sizə həm rahatlıq, həm də əlavə motivasiya verəcək. Bəzi oğlaqlar üçün yeni imkanlar və gələcək uğurlara aparacaq qapılar açıla bilər. Maliyyə məsələlərində də müsbət tendensiyalar müşahidə olunur. Bugün pul və ya əmlakla bağlı qərarlar vermək üçün əlverişli enerjilər var. Əgər son vaxtlar maliyyə planları üzərində düşünürdünüzsə, indi vəziyyəti daha aydın görə və düzgün istiqamət seçə bilərsiniz. Tələsmədən, lakin qətiyyətlə atılan addımlar gələcəkdə yaxşı nəticələr verəcək. Şəxsi münasibətlərdə isə günün ikinci yarısı xüsusilə maraqlı və xoş hadisələrlə yadda qala bilər. Axşam saatları romantik enerjinin gücləndiyi bir dövr olacaq. Siz özünüzü daha inamlı, daha cazibədar və daha rahat hiss edəcəksiniz. Bu enerjini yalnız yaxınlarınız deyil, yeni tanış olduğunuz insanlar da hiss edəcəklər. İnsanlar sizin təbii davranışınıza və daxili gücünüzə diqqət yetirəcəklər. Münasibətdə olan oğlaqlar üçün romantik anlar və emosional yaxınlaşma mümkündür. Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirə və ya uzun müddətdir eşitmək istədiyiniz sözləri söyləyə bilər. Qarşılıqlı anlayış və səmimiyyət münasibətləri daha da gücləndirəcək. Son vaxtlar aranızda müəyyən məsafə yaranıbsa, bugün həmin məsafəni aradan qaldırmaq üçün əlverişli imkanlar yaranacaq. Subay oğlaqlar üçün isə gün xüsusilə maraqlı görünür. Gözlənilməz diqqət əlamətləri, romantik maraq və hətta çoxdan gözlənilən etiraflar mümkündür. Uzun müddətdir bəyəndiyiniz bir insan varsa, bugün ona yaxınlaşmaq və ilk addımı atmaq üçün çox uyğun zamandır. Ulduzlar göstərir ki, cəsarətiniz qarşılıqsız qalmaya bilər. Ailə münasibətlərində də harmoniya hiss olunacaq. Yaxınlarınız sizin dəstəyinizi və məsləhətlərinizi yüksək qiymətləndirəcəklər. Birlikdə keçirilən vaxt sizə mənəvi rahatlıq gətirəcək və günün yorğunluğunu unutduracaq. Ümumilikdə bugün Oğlaq bürcü üçün həm praktik uğurlar, həm də romantik sevinc vəd edən nadir günlərdən biridir. Ulduzlar göstərir ki, sağlam düşüncəniz sizi doğru qərarlara aparacaq, axşam saatlarında isə həyat sizə xoş sürprizlər təqdim edə bilər. Bugünün enerjisindən maksimum yararlanmağa çalışın, çünki bəzi gözəl hadisələr gözlənilmədən baş verə bilər. Dolça bürcü. Bugün sizin üçün daha çox düşünülmüş qərarlar və diqqətli yanaşma tələb edən bir gündür. Ani istəklərin və emosional impulsların təsiri altında hərəkət etməkdən uzaq durmaq vacibdir. Xüsusilə hər hansı təklif və ya yeni imkan ilk baxışda cəlbedici görünsə belə, dərhal razılaşmaq doğru olmaz. Bugün hadisələrə tələsmədən yanaşmaq, hər detalı sakit şəkildə analiz etmək sizə daha düzgün nəticələr qazandıra bilər. Günün ümumi enerjisi sizdən sabitlik və məsuliyyət tələb edir. Kiçik bir diqqətsizlik və ya tələsik qərar sonradan arzu olunmaz nəticələr yarada bilər. Buna görə də istər işdə, istər şəxsi həyatda olsun, hər addımı düşünərək atmaq vacibdir. Sakitlik və rasional düşüncə bugün sizin ən güclü silahınızdır. Müsbət tərəfi isə odur ki, bugün ətrafınızda sizə dəstək verməyə hazır insanlar olacaq. Köhnə dostlar, etibar etdiyiniz tanışlar və ya yaşca böyük, təcrübəli qohumlar çətin vəziyyətlərdə sizə kömək etməkdən çəkinməyəcəklər.
Onların məsləhətləri və dəstəyi sayəsində uzun müddətdir həll edə bilmədiyiniz bir məsələdə irəliləyiş əldə edə bilərsiniz. Bu, sizə həm rahatlıq, həm də yeni imkanlar açacaq. Bununla belə, bütün yükü başqalarının üzərinə atmaq düzgün olmaz. Ətrafınızdakı insanların köməyi dəyərli olsa da, son qərar yenə də sizin üzərinizdədir. Məsuliyyəti bölüşmək faydalıdır, lakin istiqaməti müəyyən edən şəxs siz olmalısınız. Bu yanaşma həm nəticələrin keyfiyyətini artıracaq, həm də gələcəkdə daha güclü mövqe qazanmağınıza kömək edəcək. İş və gündəlik fəaliyyətlərdə bugün daha çox analiz və planlama ön plandadır. Yeni layihələrə başlamaq və ya riskli addımlar atmaq üçün ən uyğun gün deyil. Əksinə, mövcud vəziyyəti dəyərləndirmək, səhvləri düzəltmək və yarımçıq işləri qaydaya salmaq üçün yaxşı fürsət var. Səbirli yanaşma sizə uzun müddətli üstünlük verəcək. Şəxsi münasibətlərdə isə sakit və balanslı ünsiyyət vacib rol oynayır. Yaxınlarınızla söhbətlərdə emosiyalara qapılmamaq və anlaşılmazlıqları böyütməmək münasibətlərin harmoniyasını qoruyacaq. Əgər son günlər müəyyən gərginliklər olubsa, bugün onları yumşaltmaq üçün uyğun şərait yarana bilər. Ümumilikdə, bugün Dolça bürcü üçün ehtiyatlılıq, düşünülmüş qərarlar və etibarlı dəstəyin ön plana çıxdığı bir gündür. Ulduzlar göstərir ki, tələsmədən və diqqətlə hərəkət etsəniz, həm problemləri həll edə, həm də gələcək üçün daha sabit bir yol qura bilərsiniz. Balıqlar bürcü. Bugün hər şeyin avtomatik və asan şəkildə yoluna düşməsini gözləmək bir qədər çətin ola bilər. Lakin sizdə elə bir daxili çeviklik və həyat təcrübəsi var ki, hətta qarışıq və qeyri-müəyyən vəziyyətlərdə belə özünüz üçün faydalı çıxış yolları tapmağı bacaracaqsınız. Günün əsas üstünlüyü də məhz budur. Başqalarının çaşdığı yerdə siz imkanları görə biləcəksiniz. Bugün keçmiş təcrübələriniz sizə böyük kömək edəcək. Əvvəllər yaşadığınız hadisələrdən çıxardığınız nəticələr sayəsində bu dəfə daha düzgün qərarlar verə bilərsiniz. Hətta əvvəllər diqqət etmədiyiniz və ya əhəmiyyətsiz hesab etdiyiniz bəzi detallar indi sizin üçün yeni imkanların qapısını aça bilər. Bu səbəbdən hadisələrə daha diqqətli və şuurlu yanaşmaq vacibdir. Əgər bugün ciddi bir işə başlamağı planlaşdırırsınızsa, xüsusilə yaxşı düşünülmüş bir planınız varsa, ona sadiq qalmaq daha doğru olacaq. Yol boyu ortaya çıxan yeni təkliflər və ya daha cəlbedici görünən alternativlər sizi əsas məqsəddən yayındıra bilər. Ulduzlar bugün impulsiv dəyişikliklərdən uzaq durmağı tövsiyə edir, çünki hər dəyişiklik müsbət nəticə verməyə bilər. İntuisiya bugün güclü işləyəcək və sizə maraqlı ideyalar verə bilər. Lakin həmin ideyaları dərhal həyata keçirmək əvəzinə bir qədər düşünmək və analiz etmək daha faydalıdır. Tələskənlik enerjinizi düzgün istifadə etməməyinizə səbəb ola bilər. Buna görə də hər yeni fikrə dərhal reaksiya vermək əvəzinə ona zaman vermək daha ağıllı yanaşmadır. Günün ən vacib məsləhətlərindən biri, fasilə vermək və vəziyyəti kənardan qiymətləndirməkdir. Əgər mümkündürsə, qərar verməzdən əvvəl bir addım geri çəkilib ümumi mənzərəni görməyə çalışın. Bu, sizə daha düzgün seçim etməyə kömək edəcək. Həmçinin etibar etdiyiniz bir insanla məsləhətləşmək də çox faydalı ola bilər. Bəzən kənar baxış bucağı sizin görmədiyiniz detalları üzə çıxarır. İş və maliyyə məsələlərində bugün sabitlik və planlılıq ön plandadır. Riskli addımlar atmaq və ya qeyri-müəyyən istiqamətlərə yönəlmək tövsiyə edilmir. Əksinə, mövcud planları qorumaq və onları daha da möhkəmləndirmək daha yaxşı nəticələr verə bilər. Şəxsi münasibətlərdə isə sakitlik və anlayış əsas rol oynayır. Yaxınlarınızla ünsiyyətdə tələsik qərarlar və emosional reaksiyalardan uzaq durmaq münasibətləri daha harmonik saxlayacaq. Əgər son zamanlar bəzi anlaşılmazlıqlar olubsa, bugün onları sakit şəkildə aydınlaşdırmaq üçün uyğun şərait yarana bilər. Ümumilikdə, bugün balıqlar bürcü üçün düşünülmüş addımlar, səbir və intuisiya arasında düzgün balans tapmaq günü olacaq. Ulduzlar göstərir ki, tələsmədən və diqqətlə hərəkət etsəniz, həm mövcud imkanlardan faydalana, həm də gələcək üçün daha sabit bir yol qura bilərsiniz.